Salam, mən bu videoda sizlərə Bioloq 2026 model testlər 4-cü məsələni izah edəcəm. İlk öncə bu məsələni anlamaq üçün sadə izahları verəcəm. Demək, DNT molekulunda 3 rabitə əmələ gətirən nukleotidlərin sayını verib. İlk öncə DNT molekulunda biz bilirik adenin timinə komplementardır, guanin isə sitozinə, yəni adeninin sayı həmişə bərabərdir timinə, guaninin də sayı bərabərdir sitozinə. Və bunlar arasında hidrogen rabitələrin sayı adeninlə timin arasında 2, guanin və sitozin arasında isə 3-dür. İndi bizə burada ümumi rabitə əmələ gətirənlərin sayını deyirsə, biz burada kovalent rabitəni də nəzərə salmalıyıq. Adenin və timin arasında ümumi rabitə deyirsə, minimum 3 rabitə olacaq, maksimum isə 4 rabitə olacaq. İndi onları başa salacağım. Əgər zəncirin əvvəlində və sonundadırsa 3 olacaq, ortasında olanda isə 4 olacaq. Gəlin bunu çəkək, baxaq. Demək, adenin və timin əgər zəncirin əvvəlində və sonundadırsa, 2 hidrogen rabitəsi, bir dənə də adeninin və yaxud da timinin karbohidratı ilə ondan aşağıda yerləşən nukleotidin orta fosfat arasında bir əlaqə olacaq və o adlanır kovalent rabitə. Demək, burada minimum 3 rabitə oldu. Əgər adenin və timin ortada yerləşirsə, yenə hidrogen rabitə 2, bir də özündən yuxarıda və aşağıda olan nukleotidlər arasında olan rabitəni götürürük. Yəni, olacaq adenin və timin maksimum 4 rabitə ilə birləşir. Guanin və sitozin də eyni, minimum. Yəni, eyni deyəndə burada bir dənə hidrogen artıqdır. Yəni, kovalent rabitənin də üzərinə gəlirik. Əgər zəncirin ucunda və yaxud da əvvəlində varsa minimum, yəni 4, maksimum isə 5 rabitə ilə birləşir. Bu nukleotiddir. Amma əgər sizə, yəni birdən başqa cür əsas olaraq versəysə, bu zaman əsas olanda sabitdir, dəyişmir. Adenin və timin əsas yazılsa əgər, zəncirin yəni əvvəlində və yaxud da ortasında, bu sabit olaraq olacaq 3. Guanin və sitozin isə 4 əsas olaraq, yəni fərqi yoxdur. Zəncirin əvvəlində də, ortasında da, sonunda da, yəni 4 olacaq. İndi isə, yəni bu bir dənə yazaq bura ki, bu əsaslara aiddir. Amma qırmızı ilə yazdıqlarım isə, burada sarı ilə yazmışam, bu isə nukleotidlərə aiddir. İndi keçək məsələnin izahına. 3 rabitə əmələ gətirən nukleotidlərin sayı 2-dir. 3 rabitəni ümumiyyətlə guanin və sitozin əmələ gətirmir. Adenin və timin əmələ gətirir və az öncə də başa saldım ki, bu zəncirin ya əvvəlində və yaxud da sonunda olmalıdır. İndi biz əvvəlində çəkək, 2 dənə nukleotiddir. Demək, zəncirin əvvəlində adenin və timin 2 nukleotid olaraq biz bunları bildik. 4 rabitə əmələ gətirən nukleotidlərin sayısı 286-dır. Əgər bizim molekulumuz adenin və timinlə başlayırsa, əlbəttə ki, guanin və sitozinlə bitməlidir. Və az öncə də dedim ki, guanin və sitozin zəncirin əgər sonundadırsa və yaxud da əvvəlindədirsə, 4 rabitə əmələ gətirir. 3 hidrogen rabitə və bir də ki, kovalent rabitəni biz götürürük. Onda həmin bu 286-nın 2 dənəsi guanin və sitozindir. Onda ortada duran 284 adenin və timin olacaq. Biz buradan guanin və sitozinin sayını tam dəqiq bilmədik. Çünki baxın, burada hidrogen rabitəsinin sayı 601 verir. Burada heç vaxt 2 dənə guanin və sitozin ola bilməz. Amma adenin və timinin sayını ümumi olaraq bildik ki, 2 dənəsi zəncirin əvvəlindədir, ortada duranlar isə 284-dür. Yəni 284 üstə gəl 2, adenin və timin cəmi 286 ədəddir. Sayıları bərabərdir, adenin 143 ədəd, timin də 143 ədəd olacaq. Hidrogen rabitəmizi bizə verib 601-dir və bizdən nukleotidlərin sayını istəyir. Hidrogen rabitəsinin ümumiyyətlə bir çox düsturu var. İndi biz tapmağımız üçün, yəni burada guaninin sayını tapmaq üçün hidrogen bərabərdir 2 adenin üstə gəl 3 guanin düsturdan istifadə edə bilərik və yaxud da 2 timin üstə gəl 3 sitozin, çünki bir-birlərinə bərabərdir.
601 bərabərdir. Artıq biz hər birini bilirik. Adini də tapmışıq, timini də tapmışıq. 142 vururuq 2-yə 286 üstəgəl 3 qanunə. 3 qanuni bərabərdir. 601-dən 286-nı çıxanda eləyir, demək 315. Biz buradan tək qanuni tapmaq üçün 315-i bölürük 3-ə. Cavab eləyir 105. Artıq bizdə qanunimiz də hazır 105. Onda da sitozinimiz də olacaq 105. Ümumi nükleotit tapmaq üçün nükleotitlərin artıq hamısını biz toplaya bilərik. Və yaxud da hidrogenin başqa bir düsturu var, onunla da eləyə bilərik. Ümumi nükleotit bərabərdir. Adenin üstəgəl timin elədi 286. Guanin üstəgəl sitozin isə elədi 210. Demək, toplayanda eləyir 496 A bəndi. Və yaxud da biz başqa düsturla da eləyə bilərik. Silək. Artıq hamısını qiyməti hazırdır. Biz belə də eləyə bilərik. Hidrogen bərabərdir. Ümumi nükleotitlərin üzərinə guanini gəlməklə də tapmaq olar. Hidrogen rabitəmiz 601. Nükleotidi bilmirik. Üzərinə gəlir guanini tapdıq 105. Buradan da tapmaq olar ki 601-dən 105 çıxanda düzgün cavab eləyir 496. İzah bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.